Bir müddət əvvəl Space xəbərin qaynar xəttinə müraciət edən paytaxtdakı 201 saylı məktəbin müəllimləri 30 il işlədikləri direktor Afaq Əliyeva tərəfindən heç bir səbəb olmadan işdən çıxarıldıqlarını bildirmişdilər. Bugün isə sözü gedən məktəbin direktoru işdən çıxarılıb. Səbəb isə direktorun işində yol verdiyi qanunsuzluqlardır. İndi haqsız yerə işdən çıxarıldıqlarını iddia edən müəllimlər yenidən öz işlərinə bərpa olunmaq istəyirlər. Əməkdaşımız Rəşad Vəkiloğlu sözü gedən məktəbdə olub. İzləyək. Mən ona ancaq ədalətli olmağı arzulayardım. Müəllim həmkarları və bir neçə ildir görmədikləri şagirdləri onları yenidən məktəbdə gördüklərindən məmnundular. Hətta sevinclərini gizlətmirlər. Onlar isə 30 il işlədikləri məktəbə rahatlıqla daxil olduqlarına görə həyəcanlıdırlar. Çünki bu müəllimləri işdən qovan direktor artıq özü işdən çıxarılıb. Bu sevincli anlar paytaxtın 201 saylı tam orta məktəbində yaşanıb. Deyirlər ki, məktəbin keçmiş direktoru Afaq Əliyevaya bəzi məqamlarda etdikləri etirazlara görə təhsil ocağından uzaqlaşdırılıblar. Lakin ümidlərini itirməyiblər. Çox sağ olsunlar, təşəkkür edirik. Obyektiv yanaşdılar və komissiyanın sədri onun komandasına ki, obyektiv araşdırdılar, məsələləri, bütün problemləri toxunublar. Bizim də şikayətimizi də dinlədilər. Çünki biz də onlara əlavə məlumatlar da verdik. İşdən haqsız olaraq çıxarılmışam. O müəllimləri də məni müdafiə elədiyi üçün sonda sağ olsunlar. Onlara da təşəkkür edirəm. Onlar da onun qəzəbinə tuş gəldilər və işdən çıxardılar qanunsuz olaraq. Məni Svetlana Hüseynovanın üzünə durmağa məcbur etmişdim və edilmişdim və səs yazısını mən yazmışdım və bunun üçün də mən təqdim etdiyimə görə ayın ikisində 3 müəllimi birdən işdən çıxarıldıq. Haqq, ədalət yenə özünü tapacaq. Biz də işimizə qayıdacağıq. Məsələ həm Elm və Təhsil Nazirliyi, həm də hüquq mühafizə orqanları tərəfindən araşdırılırdı. Uzun müddətli 201 saylı məktəbdə gərginlik yaşanırdı. Səbəb isə məktəbin ötən günə qədər direktor vəzifəsini icra edən Afaq Əliyeva, məktəbin bir neçə müəllimi və direktor müavini arasında yaranan qalmaqal idi. Hansı ki, elə bu qalmaqal məktəbdə də abu-havanı pozmuşdu. Ancaq nəhayət qərar verildi. Afaq Əliyeva işində verdiyi nöqsanlara görə ötən gün tutduğu vəzifədən azad olundu. İndi bu müəllimlər həm işlərinə bərpa olunmaq istəyirlər, həm də işləmədikləri müddətdə keçmiş direktorun onlara vurduğu maddi ziyana görə kompensasiya tələb edirlər. Kompensasiya indi hal-hazırda Nəsil məhkəməsindədir. Təxmini bir 42 min hesablanıb. 201 saylı məktəbin direktorunun işdən çıxarılması ilə bağlı Məktəbəqədər Ümumi Təhsil Dövlət Agentliyi də məlumat yayıb. Bildirilib ki, agentliyin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən Bakı şəhəri 201 nömrəli tam orta ümumi təhsil məktəbinin direktoru Afaq Əliyeva fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Rəşad Vəkiloğlu, Kənan Abdullayev, Space xəbər.